Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən Quba xanlığı mövzusudur. Quba xanlığı Azərbaycan torpaqlarında yaranmış ən güclü xanlıqlardan biridir. Quba xanlığı Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirməyə çalışan 4 xanlıqdan biridir. Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirməyə çalışan xanlıqlar hansılardır? Urmiya xanlığıdır, Şəki xanlığıdır, Quba xanlığıdır, bir də ki, Qarabağ xanlığıdır. Quba xanlığı 1747-ci ildən 1810-cu ilə qədər mövcud olub. 1726-cı ildə Rusiya ondan asılı olmaq şərti ilə Hüseynəli xanı Quba hakimi kimi tanıdı. Hüseynəli xanın Quba xanlığında hakimiyyəti, ümumiyyətlə Qubada hakimiyyəti desək, 1726-cı ildən 1758-ci ilə qədər olan dövrü əhatə edir. Ancaq müstəqil Quba xanlığında hakimiyyəti 1747-ci ildən 1858-ci ilə qədər olan dövrü əhatə edir. 1747-ci ildə Nadir Şahın vəfat etməsi nəticəsində Quba xanlığı müstəqil oldu. Quba xanlığı müstəqil oldu, müstəqil. Quba xanlığının ilk əvvəllər mərkəzi Xudad şəhəri, daha sonra isə Quba xanlığının mərkəzi ilə xanlığın adı ilə Quba şəhəri olmuşdu. Hüseynəli xan hərbi gücünü və iqtisadi inkişafı təmin etmək üçün bir sıra tədbirlər görürdü. Quba xanlığının hərbi gücü və iqtisadi inkişafı onun fəal siyasət yeritməsinə gətirib çıxardırdı. Hələ Quba xanı Hüseynəli xanın dövründə Quba xanlığı birləşdirmə siyasəti həyata keçirirdi. 1757-ci ildə Salyan ərazisi Quba xanlığına birləşdirilən ilk ərazi olmuşdu. Quba xanlığının əlverişli coğrafi mövqedə, əlverişli strateji coğrafi mövqedə yerləşməsi onun fəal siyasət yeritməsinə gətirib çıxardırdı. İlk öncə Quba xanlığı dağlıq ərazidə yerləşirdi. Quba xanlığı dağlıq ərazidə yerləşdiyi üçün bura xarici hücumların qarşısı alınırdı. Çünki burada əlverişli mövqelər vardı, qalaların mövcud olması xarici hücumların qarşısını alırdı. Digər tərəfdən isə Cənubi Rusiya və Dağıstana gedən ticarət yollarının buradan keçməsi Quba xanlığının iqtisadi cəhətdən inkişafına da müsbət təsir göstərən amillərdən biri idi. Quba xanlığı dağlıq ərazidə yerləşdiyi üçün bir sıra feodallar Quba xanlığı ərazisinin Quba xanlığı ərazisində yerləşmişdi. Bu da Quba xanlığının güclənməsinə gətirib çıxardırdı. Quba xanlığının ən güclü xanı Fətəli xan olub. Fətəli xanın Quba xanlığında hakimiyyəti 1758-1789-cu illəri əhatə edir. Ümumiyyətlə, Qubalı Fətəli xan Azərbaycanın ən qüdrətli xanlarından biri olmuşdu. O, Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirmək siyasəti yeridirdi. Qubalı Fətəli xan 1758-ci ildə hakimiyyətə gəldikdən sonra bir sıra siyasət yeridirdi. Hansı bir sıra islahatlar keçirdi, vergi islahatı keçirdi, köçürtmə siyasəti həyata keçirdi, bir də birləşdirmə siyasəti həyata keçirdi. İlk islahatı vergi islahatı idi. Vergi islahatında əsas məqsəd yığılan vergilərin birbaşa xan xəzinəsinə daxil olmasını təmin etməkdir. Ona görə də mahal hakimlərini vergi yığılmasından uzaqlaşdırdı. Mahal hakimlərinin vergi yığılmasına son qoydu. Vergilər kəndxudalar tərəfindən yığılmalı və birbaşa xan xəzinəsinə şəxsən təhvil verilməlidir. Ancaq bəzi vergi və mükəlləfiyyətlər yalnız xan yasavullarının icazəsi ilə həyata keçirməlidir. Qubalı Fətəli xan həmçinin köçürmə siyasəti də həyata keçirirdi. Qubalı Fətəli xanın köçürmə siyasətində bir sıra məqsədləri vardı. Əsas məqsədlərindən biri xanlığın əhalisini artırmaqdır. Ona görə də Muğandan, Gilandan, Ərdəbildən xanlığın əhalisinə əhali köçürtmüşdü. Sərhədləri möhkəmləndirmək üçün isə 1768-ci ildə Muğandan Zəngavər, Döyüşkən, Şahsevən tayfalarını xanlığın ərazisinə köçürtmüşdü. Özünə dayaq yaratmaq məqsədi ilə isə Dərbətdən, Qubadan, Salyandan Şamaxıya ələ keçirdikdən sonra Şamaxıya əhali köçürtmüşdü ki, bu ərazidə də özünə dayaq yaratsın. Fətəli xanın əsas məqsədi birləşdirmə siyasəti idi. Birləşdirmə siyasəti ümumiyyətlə Azərbaycan torpaqlarının birləşdirməkdən ibarət idi. Bu, Azərbaycan torpaqları ilə yanaşı İran və Cənubi Qafqaz torpaqlarını da birləşdirməyə çalışırdı. Fətəli xan birləşdirmə siyasəti nəticəsində Azərbaycanın şimal-qərb torpaqlarını birləşdirmişdi. Hansı əraziləri özünə tabe etmişdi? Dərbəndi,
Dərbəndi 1759-cu ildə, 1767-ci ildə Bakını, 1768-ci ildə Salyan və Cavadı, daha sonra isə Lənkəran və Şəki xanlıqlarında Quba xanlığına birləşdirmişdi. Birləşdirmə siyasətinə ilk dəfə 1757-ci ildə Hüseynəli xan başlamışdı. Hüseynəli xandan başlayan işi Fətəli xan isə uğurla davam etdirmişdi. Və Qubalı Fətəli xan tərəfindən birləşdirilən ərazilərdən biri də Dərbənd xanlığı idi. Dərbənd xanlığı da Xəzər dənizinin sahilində yaranan xanlıqlardan biridir. Xəzər dənizinin sahilində yaranan xanlıqlar hansılardır? Dərbənd xanlığı idi, Lənkəran xanlığı idi, Quba xanlığı idi. Bir də Bakı xanlığı Xəzər dənizinin sahilində yerləşən xanlardan biridir. Dərbənd xanlığının əsası Məhəmməd Hüseyn xan tərəfindən qoyulmuşdu. Ancaq Məhəmməd Hüseyn xanın ağır verici siyasəti, məmurların zülmü, zorakı siyasəti əhalinin narazılığına səbəb oldu. Ona görə də Dərbənd xanlığının əhalisi Quba xanlığına müraciət elədi və 1759-cu ildə yerli əhalinin köməyi ilə Dərbənd tutuldu və Dərbənd tutulduqdan sonra həyat yoldaşı Tutubikə Dərbəndə hakim təyin edildi. Dərbəndin birləşdirilməsi ilə Quba xanlığı mühüm strateji ərazilərdən birinə də sahib oldu. Dərbəndin birləşdirilməsindən sonra diqqət mərkəzində olan ərazilərdən biri də Şamaxı idi. Lakin Dərbəndin birləşdirilməsindən sonra Şamaxını bir müddət ələ keçirmək mümkün olmadı. İndi Şamaxıya keçəndə ətraflı orada danışacağıq. 1767-ci ildə Dərbənd xanlığına, Quba xanlığına birləşdirilən ərazilərdən biri də Bakı xanlığı oldu. 1767-ci ildə Qubalı Fətəli xan nikah diplomatiyasından istifadə edərək Bakı xanlığın Quba xanlığına birləşdirdi. Bakının birləşdirilməsinin nə kimi əhəmiyyəti vardı? Çünki Bakı Xəzər dənizi sahilində mühüm strateji mövqedə yerləşirdi. Hərbi cəhətdən zəif olsa da iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edirdi. Bir də Bakının ələ keçirməsi Quba xanlığını xarici hücumlardan qorunmasında mühüm əhəmiyyət kəsb edirdi. Bir də Bakı xanlığının əhalisi Quba xanlığına rəğbət bəsləməsi bu işin birləşdirilməsində mühüm rol oynamışdı. Qubalı Fətəli xanın birləşdirmə siyasətində mühüm yer tutan ərazilərdən biri də Şamaxı ərazisi idi. Nə üçün? Çünki Şamaxı uzun müddət Azərbaycan dövlətlərinin, xüsusilə Şirvanşahlar dövlətinin paytaxtı olmuşdu. Qubalı Fətəli xanın məqsədi Quba xanlığının mərkəzini Şamaxı şəhərinə köçürtməkdən ibarət idi. Ona görə də Şamaxıya xüsusi diqqət yetirirdi. Hətta 1759-cu ildə Dərbənd tutulduqdan sonra Şamaxıya xüsusi diqqət yetirsə də, bu dövrdə Şamaxı xanlığının iqtisadi və siyasi cəhətdən güclənməsi, digər xanlıqlardan kömək alması Şamaxı xanlığının Quba xanlığına birləşdirilməsi prosesini müəyyən müddət təxirə salmış oldu. Hətta 1765-ci ildə Quba və Şamaxı xanlığı arasında mübarizə başlamış. Bu mübarizə nəticəsində bunlar arasında razılaşma əldə edilmişdi, yəni müqavilə bağlamışdı. Müqavilənin şərtlərinə əsasən Şamaxı xanlığı ildə müəyyən qədər Quba xanlığına xərac ödəməli idi. Quba xanlığı isə bunun müqabilində Şamaxı xanlığını xarici hücumlardan qorumalı idi. Lakin sonrakı dövrdə Şamaxı xanlığı Quba xanlığına xərac ödəsə də, sonrakı Dağıstanların hücumuna görə də xərac ödəyirdi. Sonrakı dövrdə bu xəracı dayandırdı. Xəracı dayandırmasının səbəblərindən biri də Şəki xanı Hüseyn xanın Şamaxı xanlığına kömək etməsi ilə bağlı idi. Və beləliklə 1767-ci ildə Şamaxı xanlığı Quba və Şəki xanlıqları arasında bölüşdürüldü. Bölüşdürülsə də sonrakı dövrdə 1768-ci ildə Şamaxı torpaqları tam şəkildə Quba xanlığından asılı hala düşdü. Qubadan asılı hala düşdükdən sonra 1768-ci ildə Qubalı Fətəli xan tərəfindən Cavad ərazisi də Kür və Araz çayları arasında yerləşən Cavad ərazisi də birləşdirmişdi. Cavad ərazisinin birləşdirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Çünki Cavad ərazisi Azərbaycanın cənub torpaqlarına gedən yolun üstündə yerləşirdi. Artıq dövrün mənbələrində Qubalı Fətəli xanı Salyanın, Dərbəndin, Qubanın və Bakının hakimi kimi də adlandırırlar. Bakının birləşdirilməsi ilə birinci mərhələ başa çatmışdı. İkinci mərhələdə isə Şamaxı, Cavad
Lənkəran və Şəki xanlıqları da ələ keçirilmişdi. Ancaq Qubalı Fətəli xanın mərkəzləşdirmə siyasəti, Qubalı Fətəli xanın güclənmə siyasəti bir sıra Azərbaycan xanlıqlarını və xarici hakimləri narahat edirdi. Ona görə Qarabağ və Şəki xanlıqları, Şamaxı hakimi, Dağıstan hakimi, Gürcü çarı 2-ci İraqli birlikdə Qubalı Fətəli xana qarşı ittifaq yaratdılar və müttəfiq qüvvələr 1774-cü ildə Quba xanlığı ərazisinə yürüş etdi. 1774-cü ildə birləşmiş qüvvələrlə Qubalı Fətəli xanın qüvvələri arasında Gavduşan döyüşü baş verdi. Bu döyüşdə birləşmiş qüvvələr qalib gəldi. Fətəli xan özü Salyana çəkildi. Müttəfiq qüvvələr Dərbəndi mühasirəyə aldılar. Dərbəndin mühasirəsinə isə Tutubikə rəhbərlik edirdi. Tutubikə 9 ay Dərbənd şəhərin mühasirədə saxladı. Lakin Qubalı Fətəli xan bu dövrdə qalib gəlmək üçün Rusiyaya müraciət elədi. 1775-ci ildə Rusiyada hakimiyyətdə olan Çariça 2-ci Yekaterina bu təklifi müsbət qarşıladı və Quba xanlığına kömək etdi və Rus qüvvələrinin köməyi ilə 1775-ci ildə müttəfiq qüvvələr məğlub edildi. Bundan sonra Quba xanlığı daha da gücləndi. 1775-ci ildə Rus qoşunları bura gəlsə də Dərbəndə ancaq Osmanlı dövlətinin narazılığı, çünki 1774-cü ildə Osmanlı ilə Rusiya arasında yenicə müqavilə imzalanmışdı. Osmanlı dövlətinin narazılığı səbəbindən Rusiya qüvvələrini Cənubi Qafqazdan və Dərbənddən geri çəkdi. Dərbənd azad edildikdən sonra Fətəli xan özünün gücünü daha da artırdı. Artıq Qubalı Fətəli xanın qarşısında duran əsas ərazilərdən biri Qarabağ xanlığını ələ keçirməkdən ibarət idi. 1760 ilk öncə Qarabağı ələ keçirmək üçün 1779-cu ildə Məlik Məhəmməd xanın rəhbərliyi altında buraya diplomatik nümayəndə göndərdi. Lakin Qarabağ xanı İbrahim Xəlil xan Məlik Məhəmməd xanı həbs etdirdi. Bu isə iki xanlıq arasında münasibətləri daha da gərginləşdirdi. 1780-81-ci ildə Qubalı Fətəli xan Qarabağa yürüyüş etdi. Lakin Qarabağa yürüyüş necə nəticələndi? Qarabağa yürüyüş uğursuzluqla nəticələndi. Qarabağa yürüyüş uğursuzluqla nəticələnsə də bundan sonra Qubalı Fətəli xan Azərbaycanın cənub torpaqlarına yürüyüş etdi. Qubalı Fətəli xanın Azərbaycanın cənub torpaqlarına yürüyüş etməkdə əsas məqsədi Səfəvi dövlətini bərpa etməyə çalışırdı. 1784-cü ildə Ərdəbil və Meşkin ərazisi Qubalı Fətəli xan tərəfindən tutuldu. Rusiyanın və Dağıstan hakimlərinin narazılığına görə isə 1784-cü ildə Qubalı Fətəli xan geri qayıtmaq məcburiyyətində qaldı. Azərbaycanın cənub torpaqlarına yürüyüşü də Qarabağ xanlığı kimi uğursuzluqla nəticələndi. 1785-ci ildə Qubalı Fətəli xan tərəfindən Lənkəran və Şəki əraziləri də, Lənkəran daha sonra Şəki əraziləri ələ keçirildi. Artıq demək olar ki, Azərbaycanın şimal-qərb torpaqları, şimalındakı torpaqların böyük bir əksəriyyəti Qubalı Fətəli xanın hakimiyyəti altına düşdü. Qubalı Fətəli xanın birləşdirmə siyasətinin nəticələri nədən ibarət oldu? Qubalı Fətəli xan düzdür, bütün Azərbaycan torpaqlarını birləşdirə bilməsə də, bəzi ərazilərə yürüşə uğursuz olsa da, bəzi Azərbaycanın şimal-qərbində bəzi torpaqları birləşdirdi. Hansı torpaqları dedi? Dərbəndi, Bakını, Şamaxını, Cavadı, Lənkəran, Şəkini birləşdirdi. Birləşdirmə siyasəti nəticəsində ara müharibələrə son qoyuldu. Bu ərazilərdə feodal dağınlığının qarşısı alındı. Bu ərazilərdə təsərrüfatın və iqtisadiyyatın inkişafı üçün şərait yarandı. 1789-cu ildə Qubalı Fətəli xan vəfat etdi. 1789-cu ildə Qubalı Fətəli xanın ölümündən sonra o hakimiyyəti altında olan xanlıqlar yenidən Quba xanlığının təsiri altından çıxaraq özlərinin müstəqilliyin bərpa etdilər. Fətəli xanın ölümündən sonra hakimiyyətdə Əhməd xan, daha sonra isə Şeyxəli xan gəlmişdi. Əhməd xanın hakimiyyəti 1789-1791, Şeyxəli xan isə 1791-ci ildən 1806-cı ilə qədər Quba xanlığında hakimiyyətdə olmuşdu. Bunların heç biri Quba xanlığının əvvəlki qüdrətini qoruyub saxlaya bilməmişdi. 1797-ci ildə Ağa Məhəmməd Şah Qacar Qarabağa, Ağa Məhəmməd Şah Qacar Qubaya
yürüyüşü zamanı Şeyx Əli xan Qacarla dostluq əlaqəsi yaratdı, Qacarlara tabe oldu. 1806-cı ildə isə Quba xanlığı Rusiya tərəfindən işğal edildi. Rusiya tərəfindən işğal edildikdən sonra Bakıda bir müddət Qubada yerli bəylərdən ibarət əyalət şurası yaradılmışdı. Lakin 1810-cu ildə Qubada üsyan baş verdi. Quba əhalisinin rusların müstəmləkə siyasətinə qarşı üsyanı baş verdi. Bunun nəticəsində 1810-cu ildə əyalət şurası da ləğv edildi və Quba ərazisində başda rus zabiti olmaqla komendant idarə üsulu yaradıldı. Quba xanlığı ilə bağlı mövzumuz bu qədər.